Salam mənim əzizlərim, hər birinizi kanalımda xoş gördük. Bugün sizinlə birlikdə həm çox ləzzətli, həm də hazırlanması çox rahat olan saxsı qabda ətli türlü hazırlayırıq. İlk olaraq badımcanı kub şəklində doğrayıb duzlu suda 5-10 dəqiqə gözləməyə qoyuruq. Biz bu arada vaxt itirmirik, o biri tərəvəzləri də eyni ilə kub-kub doğrayırıq. Bu yeməyin əsas mətbəx sirri tərəvəzlərin çox kiçik yox, belə biraz iri doğranılmasıdır ki, bişərkən əzilib getməsinlər. Bu arada, əgər bu ləzzətli resept xoşunuza gəldisə, videonu bəyənməyi, şərhlərdə öz fikirlərinizi bölüşməyi və mənə dəstək üçün kanala abunə olmağı unutmayın. İndi isə gəlirik saxsı qaba düzülüşünə. Heç bir ön qovurma, bişirmə etmədən hər şeyi çiğ şəkildə ardıcıllıqla yığırıq. Ən alta çiğ ətlərimizi düzürük. Üzərinə soğanımızı əlavə edirik. Sonra sırasıyla kartoşka, badımcan, kabaçki və biberləri yerləşdiririk. Ən üstə isə doğranmış pomidorları yerləşdiririk. Üzərinə sousu əlavə edib 1-2 dilim kərə yağı da qoyduqdan sonra yağlı kağızla və qapağı ilə ağzını bağlayırıq. 200 dərəcəli sobada saat yarım pişməyi kifayətdir. Əti pambıq kimi, tərəvəzlər də öz suyunda elə gözəl pişir ki, dadından doymaq olmur və budur möhtəşəm nəticə. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Növbəti videolarda görüşənədək hələlik.